Bu günlərdə yeni iPhone almaq istəyirsinizsə gözləyin. Bir neçə ay sonra çıxacaq iPhone 18-i gözləməyə dəyər 5 yeni xüsusiyyətdən danışırıq. Yeni iPhone-larda ekranlardakı dinamik ada hissəsi keçiləcək. Ön kamera mərkəzdə yox, ekranın sol küncündə olacaq. Həmçinin Face ID ekranın aşağısına köçürülür. Beləliklə, multimedia materialları daha az kəsiləcək və ekran tamlığı daha çox təmin olunacaq. Dəyişkən diafragmalı kameranı iPhone 18-də işığa görə tənzimləyə biləcəyik. Bu xüsusilə gecə və portret çəkilişlərində fərqi hiss etdirəcək. Yeni iPhone 2 nanometr A20 prosesoru ilə təqdim olunacaq. Bununla daha güclü performans və daha az enerji sərfiyyatı təqdim edəcək. iPhone 18-in bütün modelləri 18 GB RAM ilə təqdim olunacaq. Bu telefonun daha sürətli işləməsi ilə yanaşı süni intellekt texnologiyalarının daha yaxşı tətbiqinə imkan yaradacaq. Yeni iPhone-larda Apple özünün hazırladığı C2 modemini istifadə edəcək. Bu daha sürətli və daha stabil şəbəkə istifadəsinə şərait yaradacaq. Həmçinin enerji istifadəsində də müsbət təsir göstərəcək. Daha çox faydalı texnoloji məlumat və yeniliklər üçün Instagramda alt404.com səhifəsini izləməyi unutmayın.